Görmüş olduğunuz bu izdiham Sumqayıt şəhər 14-cü məhəllə ərazisində Ümummilli lider Heydər Əliyev cənablarının 95 illik yubileyi münasibəti ilə böyük bir sahədə həmişəyaxışıl ağaclarının əkilməsi, yəni ağac əkmə aksiyasındandır. Hal-hazırda görmüş olduğunuz isə 2025-ci ilin görüntüləridir. Bu bizə sakinlər tərəfindən təqdim olunub. Və gördüyünüz kimi bizə də bildirilir ki, ərazidə əkilən ağaclar, 95 illik yubiley münasibəti ilə əkilən ağaclar kötüyündən çıxarılaraq aparılır. Buna səbəb nədir? Səbəb odur ki, icra hakimiyyətindən Astayımsaza verilən məlumata görə ərazi Sumqayıt MMC tərəfindən sənədlə, sübutla alınıb. Amma təəssüflə qeyd edək ki, həmin əraziyə nə qədər media nümayəndəsi və digər qurumların əməkdaşları yaxınlaşsa da, bu sözü gedən MMC ərazinin alınması ilə bağlı, sənədləşməsi ilə bağlı heç bir sənəd təqdim edə bilməyib. Bilirsiniz, niyə təqdim edə bilməyib? Ona görə ki, Zakir Fərəcov 2017-ci ildə məhz bu ərazi ilə bağlı sərəncam imzalayıb. Və hal-hazırda siz həmin o sərəncamı da görürsünüz. Bundan əlavə isə Şəhərsalma və Arxitektura Komitəsi həmin ərazidə heç bir tikinti işinin aparıla bilməyəcəyi ilə bağlı vətəndaşların sorğusuna cavab. Özünüzü təqdim edin. Məhəmmədova Flora 1A3B binanın sakiniyik. Şikayətiniz nədən? Şikayətimiz budur ki, biz 2017-ci ildə Ulu Öndərin 95 illiyindən biz ağac çəkmə aksiyasına başlamışıq. Yaşıllıq, körpələr, bütün bina sakinimiz, körpə uşaqlarımız, cavanlarımız, gəlinlər, qızlar, qadınlar, yaşlılar, hamımız neçə illərdir bu aksiyanı davam edirik. Hər ildə ağac əkirik, özümüz qulluq edirik, öz büdcəmizlə ağaçlarımızı alırıq. Bu təzəlikcə bir neçə aydır yenə başlayıblar, hasarlamağa başladılar. Ağac basırdığımız köhnə, təzə, basırılan ağacımız, 8 ilin ağacını kökündən çıxartdılar. Hamısında faktlar var, videolar var. Ekologiya idarəsi gəldi, kömək eləyə bilmədilər. Onlar da çalışdılar ki, bir neçə maşın ağaçları çıxartdılar. 29-cu məhəllədə ağaçları harada bastırıblar. Onun da yerini örgəndi ki, 29-cu məhəllədə buradan yeni ağaçları çıxartdılar, apardılar. Sökülmüş opiştelin yerində basırıblar. Bizim şikayətimiz odur ki, bu hasar bağlanıb. Biz ağaçlarımızı sulaya bilmirik. Biz hər yerə də şikayət edirik. Şikayətlərimizə baxmırlar. Hər yer qurumlara gedirik. Bizim problemimiz odur ki, biz ağaçlarımızı sulamaq istəyirik. İndi bizim ayın 10-unda biz aksiyamızı yenə davam eləmək istəyirik. Ulu Öndərimizin 102 illiyinə hazırlaşırdıq. Bizi hasarladılar, imkan vermədilər. Darvazaları bağladılar içəridə. Ekologiyada girə bilmədi. Dava şava ilə 50-də dajı birinin yaralı oldu. Yəni ki, bizim gücü çatmır ekologiyada. Bizim ağaçlarımız məhv olur. İndi də ağaçları sulamaq mümkün deyil, bağlıdır. İşıq qoymuşdu, işığı söndürdük, evimizin içinə düşür, gecə kapanarlar. Burada nə etmək istəyirlər? Hələ bağlayıb deyir, heç nə. Bağlayıbsa deməli bina tikmək istəyir. Bax, bu işin Aslan Manafov, iş adamı, vallahi belə görmüşük kimdir, nəçidir, iş adamı. Hər hansısa bir şirkəti varmı Aslan? Bəli, o sarı binalarda da ofisləri oradadır. O bina, yəni ki, deyir ki, mənəm də sözümü deyirəm. Eləyirəm. Bu eləyirsə bu işi, ağacları, 8 illik ağacı kökündən görə videolarda var, kameralarda çəkilib hamısı. Buna bir əncam görülmürsə, xahiş edirik dövlət qurumlardan, prezidentimizdən artıq dərəcədə xahiş edirik. Bizim bu işimizə baxsınlar. Bizim bu işimizə baxsınlar ki, bizim evlatlarımız, biz evlatlarımızı bu missiyaları göstərdirik ki, körpələrimiz dövlətinə, torpağına, sevgi ilə, Ulu Öndərinə sevgi ilə böyüsünlər, körpələrimiz gələcəyə vətən sevən olsunlar. Bax, bu sakinlər olaraq rəsmi şəkildə, yazılı şəkildə hansı qurumlara bu baş verənlərlə bağlı müraciət etmişsiniz? Haralarda olmusunuz?
Prezident aparatına getmişik, ondan sonra ekologiyada olmuşuq, Milli Məclisdə olmuşuq, deputatımız da gəlmişdi. Bir də getdi, ikinci dəfə də getdi ki, biz ağacımızı sulaya bilmirik, söz verirlər, açmırlar qapını. Ondan sonra olmuşuq, biz arxitektura bu bina, şəhər salmada olmuşuq. Vallahi çox qurumların hamısına... Zakir Fərəcovun qəbulunda oldunuzmu bu? Baş verənlərlə bağlı. Qəbuluna məktub da göndərmişik. Qəbuluna da getdik. Qəbul orada olunmadı. Kimsə gəldi bir dövlət işçisinin. Nə sizə vəd verdi, nə cavab verdi sizə? Vəd verdi, baxdı, gəldi, getdi. Vəd verən yoxdur. Elə bir dənə deyirlər ki, siz başqa yerdə başqa torpaqda kiminsə ağac əkmisiniz. Sənəd göstərtmir. Yoxdur sənəd. 2017-nin bizim başçının Fərəcov Zakir müəllimin imzalı kağızı var ki, bura yaşıllıq abadlaşdırılsın. Ona da o qurumun verdiyi rəyə də baxmırlar da ki, özü bildiyi kimi işini görür. Yəni biz neçə ildir neçə ildə ağacımızı əkmişdik. Niyə hasar yox idisə biz boş ərazidə əkirdik də. Biz bu Ulu Öndərin adına bizim də indi kömək istəyirik dövlətimizdən. Biz missiyamızı davam eləmək istəyirik. 102 illiyinə biz hazırlaşırıq. Körpələrimiz, bina sakinlərimiz, biz hər il missiyamızı davam eləmək istəyirik. Dövlət mülkiyyətini hasara alıb və biz ağaclarımızı sulaya bilmirik. Nə ağac əkə bilirik. Bax, indi növbəti dəfə bizim missiyamız ondan ibarətdir ki, biz yenə ağaclar əkək, amma əkə bilmirik. Çünki dövlət mülkiyyətini hasara alıbdır, qıfıllayıb, qıfıl vurubdur. Yəni biz içəri nə keçə bilmirik, nə sulaya bilmirik. Ağaclarımızı bəzilərini kökündən çıxartdılar, yenidən yerinə başqa şam ağacları əkdilər, çox belə balaca və onları da qurudular. Heç onları da sulamadılar. Bizə də imkan vermədilər. Düzdür, deyirdilər ki, biz suluyuruq, bizim işçimiz suluyur, amma biz görürdük ki, onlar ancaq onun dibini isladırlar. Heç sulamaqdan söhbət getmirdi. Və bizə də icazə vermirlər. Qıfılı qoyublar ora. Hətta projektorlar da var, kameralar da qoyublar. Yəni evimizin içini də çəkir. Projektorlar indi biz hər dəfə çıxırıq, şikayət edirik ki, projektorları söndürün, onlar söndürürlər, yenidən yandırırlar. Bizim evimizin içinə də işıq düşür. Yəni qaranlıqda bizim evimizin içini də çəkirlər kamera ilə. Ona görə biz şikayətimiz bundan ibarətdir ki, yəni icazə versinlər ki, biz ağaclarımızı sulayaq. Kimə müraciət edirsiniz buradan? Eləmək istərdiniz? Bütün dövlət qurumlarına şikayət edirik, yəni müraciət edirik ki, bizim bu şikayətimizə baxsınlar. Çox xahiş edirik. Yəni biz 72 ailədən ibarətik. Düzdür, bəziləri işdədir, bəziləri imkan yoxdur gəlməyə, amma biz onların adından da deyirik. Təzyiqlər olurmu müraciət edilən zaman? Məsəl üçün, bayaq bir neçə nəfər var idi ki, müsahibə verməkdən boyun qaçırdılar. Onlar bildirdilər ki, bizə təzyiqlər olur. Biz harasa müraciət etdiyimiz... Niyə yoxdur? Bizim burada bir xanımı işdən çıxartdılar. Düzdür, boyunlarını almırlar, amma işdən çıxartdılar, bəli. İndi hal-hazırda o xanım nəyə görə danışa bilmir? Çünki qorxur ki, başqa bir şey də eləyə bilərlər. İndi 300-500 manat alan insandır, düzdür? Evinə çörək pul apardı, ondan da oldu. Heç bərpa da olunmur. Özünüzü təqdim edin. Mən Əsgərzadə Minarə. Bu binanın 1A3 binasının sakiniyəm. Yəni bizim müraciətimiz, tələbimiz, yəni bütün orqanlardan istəyimiz, prezidentimizdən istəyimiz odur ki, Ulu Öndərin adına əkdiyimiz ağaclar yəni qurumasın, onlar abadlaşsın, onlara baxılsın. Yəni bizim məqsədimiz budur. Yəni siz müraciət etdiyiniz zaman təzyiqlərə məruz qalırsınızmı? Əlbəttə təzyiqlərə. Mənim özümü işdən... Harada çalışırdınız? Mən işıq idarəsində işləyirdim. Mənə buna görə məni işimdən eləyiblər. Mənə dəfələrlə hədə qorxu gəldi. Kimsələri mənim dalımca göndərdi. Otursun yerində. Dünənlərdə eşitmişəm, mənim uşaqlarıma hədə qorxu gəlir. Ki, yəni mən qurumlardan, dövlət başçımızdan xahiş edirəm ki, sabahki gündə ya mənim, ya qonşularımın, ya uşaqlarımın başına bir iş gələrsə, yəni bizi hədəliyirlər, işlə hədəliyirlər, qonşuları, uşaqlarımızı hədəliyirlər. Yəni mənim ancaq məqsədimiz o idi ki, burada əkdiyimiz ağaclar yəni bitsin,
o şəxsiyyətimizin adına əkdiyimiz ağaclar qurumasın, ona hörmət qoyulsun, onu abadlaşdırmaq üçün biz bu işləri görmüşük. Bizi də bununla belə hədə qorxu gəlirlər, mənim özümü şəxsən işimdən uzaqlaşdırıblar. Dəfələrlə müraciət eləməyimizə baxmayaraq bizim səsimizə bunlara əsasən səs verən yoxdur.